Biləsuvar rayonunda 1982-ci il təvəllüdlü Şahlar Aləm münaqişəsi zəminində qardaşı arvadı Nərminəyə xəsarət yetirib. Hadisə onların birgə yaşadıkları evin həyətində baş verib. Şahlar Nərminəni döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Şahların barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Şahlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, qardaşı Elçin 2012-ci ildə Nərminə ilə ailə həyatı qurub, bu evlilikdən bir övladları anadan olub. 2018-ci ildə qardaşım arvadı Nərminədən boşandı. 2021-ci ildə yenidən qardaşım ilə arvadı yaşamağa başladılar. 2024-cü ildə yenidən onların arasında baş vermiş mübahisəyə görə məhkəməyə müraciət edilərək boşandılar. Məhkəmənin qərarı ilə qardaşım aliment ödəsə də arvadı ilə bir həyətdə yaşamaları barədə qərar qəbul olunduğuna görə bir həyətdə yaşadılar deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin noyabrın 10-da saat 19 radələrində yaşadıkları evin həyətində olan zaman orada qardaşı Elçinin keçmiş arvadı Nərminəni görüb. Həmin zaman Nərminəyə bizim evimizdən çıxaraq getməsini bildirdim. Bundan sonra o mənə söyüş söydü. Buna görə ona bir dəfə şillə və bir dəfə yumruq zərbəsi ilə sifət nahiyəsindən vuraraq onu döydüm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Zərər çəkmiş Nərminənin sözlərinə görə ailədaxili narazılıqlara görə əri Elçinlə 2018-ci ildə ayrılıb, məhkəmənin qətnaməsi çıxdıqdan sonra mən Elçingilin yaşadığı evdə yaşamağa başladım. Həmin müddətdən indiki zamana kimi həmin evdə yaşadığıma görə evdə mübahisələr və narazılıqlar baş verib. Noyabrın 10-da saat 19 radələrində yaşadığımız evdə olan zaman qaynanam Gülsüm və qaynım Şahlar mənimlə mübahisə etdilər. Məni söyüb təhqir etdilər. Həmin zaman qaynım üzərimə gələrək mənim həmin evdən çıxmağımı dedi, mənimlə mübahisə etdi. Sonra bir dəfə yumruq və bir dəfə şillə zərbəsi ilə sifət nahiyəmdən vuraraq məni döydü deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Biləsuvar rayon məhkəməsinin hökmü ilə Şahların barəsində Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsi tətbiq edilib, o cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Bundan başqa Cəlilabad rayonunda 40 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib, hadisə Cəlilabad şəhəri Səttərxan küçəsində baş verib. 1986-cı il təvəllüdlü Əhməd həmin küçədə yerləşən fərdi yaşayış evinin dəhlizində arvadı Səma ilə mübahisə edib. Ailə məişət zəminində aralarında yaranmış mübahisə zamanı arvadının sifət, sağ əl və sol çiyin nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq onu döyüb. Faktla bağlı Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib, zərər çəkən də ona qarşı olan şikayətini geri götürüb. Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışdığından, ona dəymiş ziyanı tam ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığından cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cəlilabad rayon məhkəməsinin hökmü ilə Əhmədin barəsində cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Biləsuvar rayonunda 1993-cü il təvəllüdlü Pənah qaynanası Firuzəyə xəsarət yetirib, hadisə ötən il noyabrın 20-sində baş verib.
Pənah həmin gün saat 18 radələrində qaynanası Firuzənin yaşadığı ünvanda onunla şəxsi münasibətlər zəminində, yəni qaynanasının onun arvadı Nəcibəni aldatmasında günahlandırması səbəbilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı o Firuzəni bir neçə dəfə yumruq zərbəsi ilə sifət və alın nahiyəsinə vurub. Pənahın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, 2016-cı ildə həmkəndlisi Nəcibə ilə ailə həyatı qurub. Bu evlilikdən 2 övladımız var. Zərər çəkmiş Firuzə mənim qaynanamdır. Mənim arvadım ilə ailə münasibətim yaxşıdır. Qaynanam mənimlə arvadımın arasında çox hallarda pozmaq istəyib. Hadisədən əvvəlki günlərdə bir neçə gün olardı ki, Firuzə mənimlə bacımgilə başqa bir qız gətirib arvadıma xəyanət etdiyimi bildirdi. Hadisə günü saat 18 radələrində qaynanamın evinə getdim. Evdə qaynanam, qaynım və qaynatam olub. Mən qaynanama arvadımı aldatmadığımı və bacımın adını çəkməməsini dedim. Firuzə dediklərini təkrarladı. Aramızda mübahisə yarandı. Mübahisə zamanı stolun üzərində olan şüşə stəkanı götürərək stola vurdum və həmin zaman əlim kəsildi. Sonra yumruqla Firuzənin sağ alın və göz nahiyəsinə vuraraq ona xəsarət yetirdim deyə o ifadəsində göstərib. Zərər çəkmiş Firuzənin sözlərinə görə qızı ilə kürəkəni Pənahın ailə münasibətləri əvvəllər yaxşı olub, lakin arabir aralarında sözlə mübahisə və münaqişələr yaranıb. Bir neçə gündür ki, Pənahın qızıma xəyanət etdiyini öyrəndim. Məlum hadisə günü saat 18 radələrində Pənah içkili halda yaşadığım ünvana gəldi. Həmin vaxt evdə mən, oğlum və ərim olub. Mən Pənaha qızımı aldatmamasını bildirdim. O qızımı aldatmadığını dedikdə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Pənah stolun üzərində olan şüşə stəkanı götürərək stola vurdu. Sonra isə yumruqla sifətimin sağ alın və göz nahiyəsinə vuraraq xəsarət yetirdi. Həmin zaman oğlum və ərim bizi aralaşdırdı. Sonra Pənah evdən getdi deyə zərər çəkmiş ifadəsinə belə yekun vurub. Biləsuvar rayon məhkəməsinin hökmü ilə Pənahın barəsində Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, o cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.